Ali rəhbəri Seyid Əli Xameneyinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat planı hazırladığı bildirilib. Mişyas xəbər verir ki, bu barədə The Times qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb. Qeyd olunub ki, Xameneyi 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Məlumata görə, sözdə B planı Xameneyinin oğlu və ehtimal olunan varisi Müçtəba Xameneyi ilə yanaşı ən yaxın müttəfiqlərinin də ölkədən çıxarılmasını əhatə edir. Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb. Təhlükəsiz gediş üçün xarici daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib deyə vurğulanıb. Qəzetin yazdığına əsasən, iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xameneyi fiziki və psixoloji baxımdan zəifləyib. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Misya TV.